burnum axır, boğazım ağrıyır. Yəqin yenə adi soyuq dəymədi. Keçib gedər. Tələsmə. Əgər hərarətin 38 dərəcəni keçibsə və əzələlərin sınır kimi ağrıyırsa, bu influenza A ola bilər. İnfluenza A? O nədir ki? Təhlükəlidir. Videoda deyilir ki, bu qripin ən ciddi növüdür və tez mutasiya edir. Hissiyatı belə izah edirlər. Sanki üstündən yük maşını keçib. Vay, bəs uşaqlara düşsə nə edək? Onlar daha həssasdır axı. Əsas qayda vaxt itirmə. İlk 48 saatda həkimə çatdır. Xüsusi antiviral dərmanlar var. Bol maye ver və yataq rejimi tətbiq et. Bu, adi mədə virusu deyil, ağciyərləri hədəf alır. Diqqətli ol. Aydındır. Qorunmaq və paylaşmaq lazımdır.